Məlum olduğu kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin Rusiyanın xüsusi xidmət orqanlarına yazdığı məktub ortalığa çıxıb. Millət vəkili Elman Nəsirov məktubla bağlı qeyd edib ki, sən demə, bununla Ramiz Mehdiyev 50 nəfərlik üzvdən ibarət dırnaqarası Dövlət Şurası yaratmaq niyyətində olub. Və həmin Dövlət Şurasında tanınmış siyasətçilər, iqtisadçılar, hüquq mühafizə orqanlarının təmsilçiləri, eləcə də digər ziyalıların olması planlaşdırılıb. Bəs maraqlıdır, həmin 50 nəfərlik siyahıda müxalifət də yer alıbmı? Birinci, Ramiz Mehdiyev düşmən olaraq anadan olub, düşmən olaraq tərbiyə olunub və saman altından daimi su yeridibdir. İndi istənilən onun oyun oynamasın biz təəccüblə qarşılamalı deyilik. Bizim kəşfiyyat orqanlarımız sağ olsunlar ki, belə gözəl işləyirlər, onları müəyyən elədilər. Və Ramiz Mehdiyevin və onun arxasında olan qüvvələrin çırağı çoxdan sönübdür. Onlar öz mənafeyinə görə nəinki öz xalqın, millətin, dövlətin satır, öz arvadını, qızını da sata bilən adamlardır. Onlardan ehtiyatlı olmaq lazımdır. Nə qədər ki gec deyil, onun özünü həbsxanaya göndərmək lazımdır. Vətəni sevən heç bir müxalifət Ramiz Mehdiyevin arxasınca gedə bilməz. Təmiz müxalifət o başqa şeydir. Onlar inanmıram Ramiz Mehdiyevin arxasınca geçsinlər. Müxalifət, indi Ramiz Mehdiyev elə qələmə verilir ki, güya bu heç vaxt dövlətin idarəsində işləməyib. Bu belə çıxır ki, indi bu müxalifətdir, o iktidardır, bu iktidar da o müxalifətdir. Alıb deyib bir-birinə. Əvvəllər Ramizə dayı deyənlər indi onu düşmən kimi qələmə verir. Biz hamımız bilirik axı, mən özüm Femida qəzetinin baş redaktoruyam. Hamı bilir ki, vaxtilə Femida qəzeti Prezident aparatçısı şəxsən Ramiz Mehdiyevin çirkin əməlləri barədə dəfələrlə yazmışıq. Və buna görə də mənim 35 illik jurnalist fəaliyyətimi deməli qiymətləndirən cənab prezident mənə ev vermişdi, onu Əli Həsənovla Ramiz Mehdiyev vermədilər. Bu qar səfərli mənim evimi başqa adama satdı. Ramiz Mehdiyevin o siyasi, o düşüncəsi, yəni iqtidarda ola-ola müxalifət dünyasında nəfəs almaq, müxalifət dünyasında isə başqa bir hökmranlıq, yeni bir hökmranlıq abidəsi yaratmaq eşqini yaşayan adam olub o. Onun ancaq əqidəsi, amalı nadir şəxs olmaq. Onun ətrafında kimlərin olmağı bir o qədər onu maraqlandırmırdı. Elə bildi ki, o adam deməli şah olsa, o hər şey öz qaydasında yaxşı olacaq, hər şey içində yəni yaxşı nəticə verəcək. Ancaq bilirsiniz, Ramiz Mehdiyev indi yaş səviyyəsinə görə demək istəyirəm ki, bu o dünya üçün xatirələr düşünsə daha yaxşıdır. O yeni dünya üçün o artıq gecdi, onun qatarı gedib. Bu siyahıda yəqin ki ola bilər. Ola bilər ki adı müxalifət gedir, amma ona tabi olan adamlardır, onun siyasətinə qoşulmuş olan adamlar ola bilər. Yəni burada hər şey mümkündür. O siyahını mən görməmişim. O siyahlarda kimlər var? 50 nəfər hər halda xeyli böyük bir siyahıdır. Hər halda çoxdan da bu söhbət gedir. Yəni müxalifət liderləri də ola bilərdi sizcə? Müxalifət liderləri hamısı yox, bəziləri ola bilər. Özləri müxalifət sayırlar, amma qoşula bilərlər. O da mümkündür.